Tarix olanları heç vaxt bağışlamayacaq. Bəli, indi bu kadrları sizlərə nümayiş etdirəcəm. Bu kadrlar Qazaxstanda çəkilib və bunu çəkən bir Qazax blogerdir. O təsadüfən şəhərin küçəsi ilə gedərkən bir qrup müharibə veteranı ondan xahiş edir ki, onların fotosunu çəksin bir yerdə və o onlardan yaxınlaşıb soruşur. Siz hansı müharibənin veteransınız? Əfqanistan müharibəsinənmi? Onlar deyir, xeyr, biz Qarabağ müharibəsi veteranlarıyıq. Deyir, necə yəni Qarabağ müharibəsi? Hansı illərdə? Və onlar deyir ki, 1989-1990-cı illərdə. Bəli, onlar dəqiq bildiniz. Onlar o dövrdə Qarabağda olan 366-cı moto atıcı alayın əskərləridir. Qazaxlardır. Azərbaycana qarşı döyüşüblər. Xocalı soyqırımında birbaşa iştirak ediblər. İndi Qazaxlar baxın, bunların bu videolarını hər yerdə paylaşıb, bunlar Qazax xalqının üz qarasıdır yazırlar. Eyni sözləri mən də deyirəm. Bunlar Qazax xalqının üz qarasıdır. Amma bu bir faktı təsdiq edir. O faktı ki, o dövrdə Azərbaycan əskəri təkcə ermənilərə qarşı yox, həm də bütöv SSR ordusuna qarşı döyüşüb. Rus ordusu, işğalçı Rus ordusu həmin dövrdə Qarabağda olan 366-cı moto atıcı alayın simasında Azərbaycanlıları qətl eləyib.